Salam əziz yüksələn oxatanlar, 2026-cı ilin iyul ay şərhinə xoş gəlmişsiniz. Kiçik bir xatırlatma edim ki, proqnozlar hər zaman yüksələn bürcə görə hazırlanır. Yəni siz də yüksələn oxatansınızsa, deməli tam olaraq doğru yerdəsiniz. Günəş 22 iyula qədər 8-ci evinizdədir, Merkuri isə 29 iyundan 24 iyula qədər retro hərəkətində olacaq. 8-ci ev maliyyə və ortaq pullarla bağlıdır. Bu səbəbdən bu ay maliyyə məsələlərində çox diqqətli olmalısınız. Xüsusilə həyat yoldaşınızla, iş ortağınızla və ailənizlə birlikdə maliyyə qərarları qəbul edərkən ehtiyatlı olun. Yanlış qərarlar verə bilərsiniz. Bu dövrdə böyük maliyyə qərarları verməyin, keçmişdən qalan borclar, ödənişlər, sığorta, vergilər, yol hərəkəti cərimələri kimi məsələlər yenidən qarşınıza çıxa bilər. Əgər miras, aliment və ortaq maliyyə ilə bağlı mövzularınız varsa, burada da müəyyən problemlər və gecikmələr yaşana bilər. 8-ci ev sağlamlığı da idarə edir. Ümumilikdə sağlamlığınıza diqqət edin. Lakin bu ev daha çox psixoloji vəziyyəti göstərdiyi üçün əsas diqqət etməli olduğunuz sahə məhz ruh sağlamlığınızdır. Keçmiş hadisələr tez-tez yadınıza düşə bilər. Bəzi mövzular haqqında həddindən artıq düşünə bilərsiniz. Özünüzü psixoloji baxımdan yormayın, sakit olun. Əslində bu dövr psixoloqa müraciət etmək, terapiya almaq, enerji çalışmaları, coaching və ya astroloji konsultasiya üçün olduqca münasib. 8-ci ev şəxsi həyatla da bağlıdır. Gözlənilmədən keçmişdən biri yenidən qarşınıza çıxa bilər. Bu zaman diqqətli olun. Merkuri retrosu zamanı keçmiş sevgilini həyatınıza qaytarmaq düzgün seçim deyil. Retro dövründə keçmiş münasibətləri yenidən başlatmaq uyğun deyil. Keçmiş keçmişdə qalsın. Yeni səhifə açmaq daha doğrudur. 22 iyuldan etibarən Günəş Şir bürcünə, yəni sizin 9-cu evinizə keçir. Artıq Yupiter də Şir bürcündədir. Üstəlik 22 iyuldan sonra Günəş-Jupiter qovuşumu da baş verəcək. 22 iyuldan sonra diqqətiniz 9-cu ev mövzularına yönələcək. 9-cu ev dünya görüşü, inanclar və həyat fəlsəfəsi ilə bağlıdır. Bu dövrdə daha çox düşünəcək, araşdıracaq və həyatın mənasını anlamaya çalışacaqsınız. 9-cu ev həmçinin xarici ölkələri də idarə edir. Bir çoxunuz xaricə səyahət edə bilərsiniz, pasport çıxara bilərsiniz, viza ala bilərsiniz və ya xaricdə təhsil planlaşdıra bilərsiniz. Əgər işiniz xariclə bağlıdırsa, həmin sahədə də canlanma olacaq. 9-cu ev ali təhsil və akademik mövzular evidir. Yeni təhsilə başlamaq, kursa yazılmaq və ya imtahan vermək gündəmizdə ola bilər. 9-cu ev hüquqi prosesləri də idarə edir. Bəziləriniz vəkillə görüşər və ya hüquqi məsələ ilə bağlı qərar verə bilərsiniz. 9-cu ev həmçinin media və yayımçılıqla da bağlıdır. Bu dövrdə yeni sosial media hesabı açmaq, sosial şəbəkələrdən gəlir əldə etmək, reklam, televiziya, media və ya aktyorluq kimi sahələrdə hərəkətlilik ola bilər. 9-cu ev eyni zamanda həyat yoldaşınızın ailəsini də göstərir. Onlardan xəbərlər ala bilərsiniz. Onlarla görüşlər və müxtəlif ailə tədbirləri gündəmə gələ bilər. 22 iyuldan 3 avqusta qədər Günəş-Jupiter qovuşumu davam edəcək. Merkuri retrosu isə 24 iyulda bitir. Xüsusilə 27 iyul, 3 avqust tarixləri çox uğurlu görünür. Bu tarixlərdə iş müraciət edə bilərsiniz, xaricdə təhsil üçün müraciət edə bilərsiniz, evlənə bilərsiniz və ya yeni layihəyə başlaya bilərsiniz. Başladığınız işin xəritəsində Günəş-Jupiter qovuşunun olması çox uğurlu göstərici. Bu fürsəti dəyərləndirin. 29 iyulda Dolça bürcünün 6 dərəcəsində dolunay baş verəcək. Dolça sizin doğum xəritənizdə 3-cü evinizdir. Bu səbəbdən 29 iyul ətrafında 3-cü ev mövzularınız ön plana çıxacaq. 3-cü ev düşüncə tərzi, planlar və qərarlar ilə əlaqəlidir. Dolunay zamanı mühüm qərar qəbul edə bilərsiniz. Uzun müddətdir düşündüyünüz bir məsələ nəhayət aydınlaşa bilər. Lazım olan sənədlər və məlumatlar əlinizə keçə bilər. 3-cü ev həmçinin qardaşlar, qohumlar, yaxın dostlar ilə bağlıdır. Onlardan xəbərlər ala bilərsiniz. Birlikdə planlar qura bilərsiniz. 3-cü ev təhsili də idarə edir. Bu dövrdə imtahan nəticəsini öyrənə bilərsiniz və ya təhsilinizlə bağlı vacib xəbərlər ala bilərsiniz. Bu sahələrdə də müəyyən hərəkətlilik olacaq. 3-cü ev ticarətlə də əlaqəlidir. Bu baxımdan dolunay kifayət qədər müsbət görünür. Əgər ticarətlə bağlı uzun müddətdir həll olunmayan, sizi düşündürən məsələlər varsa, onlar artıq aydınlaşa bilər. Bu dolunay sizə qısa bir səyahət də gətirə bilər. 3-cü ev avtomobili də təmsil edir. Bu dövrdə avtomobili almaq, satmaq, avtomobili texniki baxışa və ya təmirə aparmaq kimi mövzular da
gündəmə gələ bilər. İzlədiyiniz üçün təşəkkür edirəm. Yenidən görüşənədək.